Və bilirsiniz, həftə sonu son zəng idi. Şənbə günü, daha doğrusu son zəng idi və bu məktəblərdə müxtəlif formalarda qeyd olunurdu, müxtəlif görüntülər paylaşılırdı, tədbirlərdə görüntülər var idi və 221 nömrəli məktəbdə də son zəng mərasimi keçirilib. Burada nə ilə yadda qalıb, maraqlı bir sujetimiz var. Azərbaycan məktəblərində 113 min şagird üçün son zəng çalındı. Elə biz də çəkilişimizi 221 nömrəli məktəbdə davam etdiririk. Bütün təlimatlara uyğun, qaydalara uyğun keçirilir son zəng tədbirimiz. Son zəng tədbirində şəhid analarımız, Müdafiə Nazirliyinin hərbi orkestri, o cümlədən də Xətai rayon İcra Hakimiyyəti, o cümlədən Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri iştirak edir. Çox sevincli gündür. Biz bugün xoş xatirələrlə bir-birimizdən ayrılırıq. İnşallah hamı gələcəkdə öz istədiyi yeri tutar. Biraz həyəcan var, həyəcan çoxdur. Bizim rəqsimiz bitir, son zəngimiz bitirdi, amma yoldaşlarımızın, dostlarımızın son zəngi var. Hələ də həyəcan var. Yəni, bu qədər. Ancaq həyəcan içimizdə. Biraz da sevinç, kədər, hamısı bir-birinə qatışıb. Artıq son zəng çalındı. Bütün məktəblərdə olduğu kimi 221 nömrəli məktəbdə də son zəng vətənpərvər, eyni zamanda milli ruhda olan kompozisiya və səhnələr də yekunlaşdırır. 2 nəsəlli Samir Rəsulov, ARB TV. Həyatlarının yeni mərhələsinə qədəm qoyurlar. Artıq azaddılar özlərinə görə. Məktəb bitəndə bir rahatlıq gəlir də, xilas olmuş kimi hiss eləyirlər. Amma bununla bərabər əlbəttə ki, həyəcan da var. Çünki yeni bir mərhələ başlayır. Bəziləri universitetə qəbul olurlar, bəziləri digər peşə sahələrinə yönəlirlər. Hansısa bir formada həyatlarına artıq özləri üçün bir yol cızıblar və o yola uyğun həyatlarını davam etdirəcəklər. Hər birinə uğurlar arzuluyuruq, zehin açıqlığı arzuluyuruq tələbə adını qazananlara.